Salam, xoş gördük. Yenə mən jurnalist İbrahim Muxtar. Ötən gün məlum olduğu kimi PKK terror təşkilatı tərk silah, yəni özünü buraxmaqla bağlı qərar qəbul etdi. Bu artıq ikinci addım idi. Bununla bağlı Türkiyədə artıq terrorsuz Türkiyə gündəmi zəbt edib. Bu məsələ ilə bağlı Prezident İlham Əliyev də Türkiyə xalqını təbrik edib. Deməli, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib. Dövlət başçısı X sosial şəbəkə hesabında bununla bağlı etdiyi paylaşımda bildirib. Başda əziz qardaşım Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Erdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibəti ilə təbrik edirəm. Əziz qardaşım bəyan etdiyi terrorsuz Türkiyə hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir. Alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayırıq. Biz də öz adımızdan Türkiyə xalqını təbrik edirik. Uzun illərdir Türkiyə terrorla mübarizə aparır və digər şəkildə bu Türkiyənin dünya gücü, Türk dünyasının dünyada söz sahibi olmasının qarşısını alan məqamlardan biri idi. Ümid edək ki, bu məsələ artıq başa çatdı, bitdi və terrorsuz Türkiyə, Türk dünyası artıq terrorla üzə qalmayacaq. Kanala abunə olmağı unutmayın.